İndi qardaşlar orada iştirak edir. Bir döyüş canavarlar olur. Bu canavarlar. Hələ ki də elə bir canavar oğlanlar var. Vallahi dəqiq and olsan Allah deyirəm, bəlkə də adını, yəni özü görməmişdim. Elə məsələn mən yox, məsələn sizdən üzr istəyirəm. Yəni bilinməyən uşaqlar çoxdur. Üzü görsənməyən, bilinməyən adamlar var, canavar uşaqlar vardı. Erməniyə qan otdurdu. Erməninin canına vərvələ salıb. Erməni hələ də ki, Allah rəhmət eləsin, geri cənnəti özü, Pəncəli qardaşımız. Ot vurmuşdu onlara. Onun adı gələndə o Ermənistan sirkələnirdi. 52-nin adı gələn kimi deyirlər Pəncəli keçib bu üzrə. Pəncəli keçib bu üzrə. Onlar təşviq içində yaşayırdılar, qorxu içində. Onların yuxusu, Pəncələrin yuxusuna haram qatmışdı. O bilsən necə qeyri bir adam idi. Yəni ki, həqiqətən də, yəni sən necə deyim, adamın adı filankəs çıxanda, filankəssə, ad eşidiləndə adam biraz vahimə gəldi ki, filankəs gəlir.